Sual verirlər ki, qiraətlər zamanı məna dəyişə bilir. Bəli, qiraətlər bir-birini təfsir edir. Məsələn, tutaq ki, Uca Allah buyurur ki, Bismillahirrahmanirrahim, və ləhum əzəbun əlimun bimə kənu yəkzibun. Hafs Nasr qiraəti və başqa qiraətlər. Və onlar yalan danışdıqlarına görə onları əzab gözləyir. Başqa qiraətlərdə isə yukəzzibun. Onlar bu Quran-ı Kərimi yalan saydıqları üçün onları əzab gözləyir. Və belə bir deməli qiraət fərqliliklərində məna dəyişə bilir. Və mənanın da dəyişməsi Quran-ı Kərimin ecazkar və mükəmməl bir kitab olmasıdır. Çünki həmin bu mənalar bir-birini əvəz edir və bir-birini izah edir, təfsir edir. Və başqa ayətlər var. Həmçinin oxunuş fərqlilikləri var, ləhcələr var. Məsələn, necə ki bizim bölgələrdə ləhcə məsələsi var, ərəblərdə də bu geniş yayılıb. Daha çoxdur hətta bizdən. Və ona görə Allah Quran-ı Kərimi məhz bu ləhcələrdə indirib ki, heç bir ərəb qəbiləsi deməsin ki, mən bu ləhcəni bilmirəm. Yəni, məsələn, tutaq ki, fəthəyə bəziləri ey deyir. Məsələn, qiraət var, və-duhi, və-leyli idə səcə. Və ya bəziləri imələ suğra, əynən eynin arası deyir. Və-duhə, yəni hə yox, hə, orta. Və ya bəziləri isə fəthə deyir, normal şəkildə. Və-duhə, və-leyli idə səcə. Ona görə bu qiraət fərqlilikləri mənalar bir-birini izah edir.